Və Economics ölkə və dünya iqtisadiyyatında baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyaya bağlanırıq. Studiyada həmkarım Aysel Fərziyevadır. Salam Aysel. Hər vaxtınız xeyir Günel. Buyurun, iqtisadi aləmdə nələr baş verir? Günel, bir neçə maraqlı xəbəri diqqətinizə çatdırmaq istərdim. Bugün ölkəmizdə bəzi yanacaq doldurma məntəqələrində premium avro 95 markalı benzinin qiyməti cüzi də olsa ucuzlaşıb və bu ucuzlaşmanın səbəblərini Economics'də öyrənəcəksiniz. Eyni zamanda ölkəmizlə Rusiya arasında kənd təsərrüfatı sahəsində artıq konkret layihələr var və hansı işlər görüləcək bundan sonra bu barədə də Economics'də məlumat alacaq. Söz sizdədir. İndi isə bir qədər də ətraflı. Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Şahdəniz mərhələ 2 layihəsi çərçivəsində yeni müqavilələr imzalanıb. BP Azərbaycan şirkətinin məlumatına görə sualtı axın xəttlərinin və ilkin sualtı ixrac xəttinin ötürülməsini nəzərdə tutan müqavilələr Bradford International şirkəti ilə imzalanıb. Müqavilələrin dəyəri təxminən 200 milyon dollardır. İşlərə isə 2014-cü ilin sonlarından start veriləcək. Bəzi yanacaq doldurma məntəqələrində premium avro 95 markalı benzinin qiyməti aşağı salınıb. Ucuzlaşmaya səbəb dünya bazarında neftin qiymətinin aşağı düşməsidir. Premium avro 95-in 1 litri əvvəllər 97 qəpiyə satılırdısa, artıq bugündən 2 qəpik ucuzlaşaraq 95 qəpiyə təklif edilir. Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı daxili bazarda qıtlığa və qiymət artımına səbəb olmayacaq. Kənd təsərrüfatı naziri Heydər Əsədov belə deyib. Nazir Rusiya ilə birgə kənd təsərrüfatı məhsullarını istehsal edən müəssisələrin yaradılacağını və artıq bununla bağlı bir neçə layihə üzərində də çalışdıqlarını bildirib. Bu şəkildə o məhsullar ki, Azərbaycan keçən etibarən özünü təmin etməyə başlayır və İqtisadi İnkişaf Sənaye Nazirliyi bu sahədə öz vəsait yönəldir, şunluq üzrədir, isə layihələrin artıq reallaşmaq üzrədir və təbii ki, Rusiya ilə danışıqların həyata keçirilib, nizama salınması vaxtilə bu quşçuluq fabriklərinin istifadəyə verilməsi və potensialın artırılması vaxtı üst-üstə düşəcək artıq Azərbaycan bu sahədə ixracatçı ölkəyə çevrilsin. Mənzil bazarında isə aktivlik 18% aşağı düşüb. Ekspertlər bazardakı passivliyi qiymətlərin real alıcılıq qabiliyyətindən yüksək olması ilə izah edirlər. Qeyd edək ki, aktivliyin azalmasına baxmayaraq mənzillərin qiyməti hələ də yüksək olaraq qalır. Ötən 4-5 ayda biz qiymətlərin kökünün alınma prosesinin getdiyini artıq müşahidə edirik. Yəni bu da yəqin o vaxta qədər davam edəcək ki, bazarda mövcud qiymətlər real alıcının alıcılıq qabiliyyəti indeksinə uyğun olsun. Yəni, real alıcının alıcılıq qabiliyyəti indeksi bir tərəfdən artmalıdır, bir tərəfdən isə qiymətlər nisbətən düşməli başlanır ki, bunların bu pozulmuş tənasübünü bərpa olunsun. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin 2-ci Bakı forumu keçirilib. İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun 50 illik yubileyi münasibəti ilə təşkil olunan forumda Azərbaycan iqtisadiyyatının son illər yüksək inkişaf həddinə çatdığı vurğulanıb. Bu illər ərzində Azərbaycanda minbit investisiya mühitinin yarandığı, ölkəyə qoyulan investisiyanın həcminin 170 milyard dollar təşkil etdiyi bildirilib. Son inkişaf proseslərində Elmi Tədqiqat İnstitutunun 50 il ərzində Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını yüksək səviyyədə tədqiq etdiyi qeyd olunub. Konferans bunu İqtisadi Əməkdaşlıq Təşkilatı beyin mərkəzləri arasında mütəmadi elmi tədqiqatlar üzrə inteqrasiyanı genişləndirir. Bu yaxınlarda Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda yaradılmış İqtisadi Əməkdaşlığın tədqiqat mərkəzi üzrə olan işlərə məkan verir. Dünyanın daha bir neft-qaz nəhəngi Norveçin Statoil şirkəti sanksiyalara baxmayaraq Rosneft ilə əməkdaşlığını davam etdirəcək. Şirkətdən bildiriblər ki, bəzi layihələrə korrektə edilməklə işbirliyi davam etdiriləcək. Biz hadisələrin gedişini diqqətlə izləyirik və birgə layihələrimizin sanksiyalara müvafiq olmağına xüsusi diqqət yetiririk. Hansı layihələrə korrektə ediləcəyi barədə hələlik qərar qəbul edilmir və bu səbəbdən əməkdaşlıq əvvəllər razılaşdırılmış qrafik üzrə aparılır.
Qara qızıl az da olsa bahalaşmağa başlayıb. Amerikanın New York əmtəə birjasında hərraca çıxarılan light markalı neftin bir barelinin qiyməti $91 68 sentə yaxınlaşıb. Bu isə 0,28 faizlik artımdır. London birjasındakı Brent nefti də bir qədər bahalaşıb və hazırda bu qara qızıl $95 4 sentə təklif edilir. Amerikanın qiymətli kağızlar bazarında eniş qeydə alınıb. Dow Jones, S&P 500 və Nasdaq 100 kimi indekslər təxminən 0,4-0,15 faiz arası ucuzlaşıblar. Yaponiyanın Nikkei 225 indeksi də dəyərini itirib. Avropa birjaları isə fərqli dinamika nümayiş etdiriblər. Almaniyanın DAX indeksi 0,12 faiz dəyərini artırıb. Böyük Britaniyanın FTSE 100 isə 0,44 faiz itki ilə üzləşib. Bütün qiymətli metallar ucuzlaşıblar. Qızılın bir unsiyası yenidən 0,4 faiz ucuzlaşaraq $1208 satılıb. Gümüş 0,87 faiz eniş edib və hazırda onun qiyməti $17 bir qədər yuxarıdır. Digər metallarda qırmızı zonada qərarlaşıblar. Vahid valyuta isə dəyərini itirməkdə davam edir və bu saata avro-dollar 1,26-dır, bu isə 0,2 faizlik eniş deməkdir. Dollar yen 109,75, funt sterling dollar isə 1,6186-ya bərabərdir. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, 1 avro 99 qəpikdən bir qədər aşağı, Rusiya rublu 2 qəpik, Türk lirəsi isə 34 qəpikdir. Belək bu bizim bugünlük Ekonomiks'də çatdıracağımız sonuncu iqtisadiyyat xəbəri idi. Xəbər saatımızı isə həmkarım Günel Gözəlova davam etdirəcək.